O, x, y müstəvisinə nəzərən. Deməli, nöqtə koordinatları bizdə 2, 1, 6-dır. Nəyə nəzərən deyirsə, baxın burada x və y var. X və y nəyə nəzərən deyirsə, həmin nöqtələr qalır, digər nöqtə dəyişir. Biz bilir ki, müstəvidə 3 dənə nöqtə var da, x, y və z nöqtəsi. Bax, x, y varsa, deməli 2 və 1 olduğu kimi qalacaq. Z-in isə işarəsi əksinə dəyişəcək. Yəni, bura müsbət aldıqsa mənfi olacaq. Tutaq ki, hər hansı bir K nöqtəsinə, B nöqtəsini yazaq. 2, 1 və 6. O, x, y müstəvisini nəzərən tutaq ki, bir K nöqtəsinə keçir. Bax, x qalır, yəni 2 qalır. Yenə y qalır, yəni 1 qalır və 6 mənfi dəyişəcək. Əks olaraq dəyişəcək, o da olacaq mənfi 6. Deməli, nöqtənin koordinatları keçəndən sonra oldu. 2, 1, mənfi 6.